Aleyküm ve rahmetullah. Şok. 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 Deməli, değerli izləyicilərimiz, həm təsərrüfat qurmaq istəyirsiniz, həm də ideyanı yaşamaq istəyirsinizsə, deməli, Balacan şəhərinin Sarıbulaq kəndində, düz trasın üstündə, içərisində balıq gölü, içərisində balıqlarla bir yerdə və ən əsası, düşə baxmaq istəyənlər, içində polo konstitusiya qullaşdırılmış toyuq damı və əlavə olaraq da 3 hektar yarım torpağı, içərisində meyvə ağaclarının bir yeri təxmini 100 dənəyə yaxın meyvə ağacı, alma armud və digər meyvələr və təxmini 200 dənəyə yaxın fındık ağacları ilə bir yerdə 3 hektar yarım torpağı olan evimiz satışa çıxarılıb inşallah. Və plus da mənim sizə də hədiyyəm var. Və evi alanın üstündə Opel Antara pay verilir. 2012'de təxmini buraxılışı və avtomobil də ideal vəziyyətdədir. Və evimiz polni əşyalı satışa çıxıb Allahın izni ilə. Və plusdakı bir dənə də hədiyyəm var. Evin həyətində yayda uşaqların səmərəli vaxt keçirməsi üçün həyətdə su övzəsi də mövcuddur. Deməli, evin tam qarşısında birləşdirilmiş əymə tavan ilə teras, yəni navesi göstər qardaş. Ən əsası həyətdə də, baxın, həyətdə mətlaq mövcuddur. Mən bir şey demək istəyirəm. Həyətdə özünə məxsus su artizan quyusu var və Allah həmd olsun, əmi savab qazanıb bütün kəndlər ondan istifadə edir. Ən əsası ev düz trasın kənarındadır. Tam yolun kənarıdır. Bax o başda evdir. Burada bizə damıdır, kiçik biznes üçün. Ən əsası həyətin özünə məxsus artizandır. Görün hasar alınıb və üstü tikilibdir. Və burada da inşallah nə edə bilərsiniz? Kaldenik, moyka, mağaza hər şey tikə bilərsiniz çünki niyə? Və o başa qədər də bu evə məxsusdur. Tam sənədi, tam qupçalı. Evdə bütün əşyalar qalacaq. Əmin dediyinə görə bir dənə çoraplarım var. Çoraplarımı geyinib evdən çıxıram deyə. Sizə gedir inşallah evin içərisində ev polnu kombidir. Kombi sistemi təchiz olunubdur. Buyur qardaş. Yəni ev polnu təmirlidir. Ev Euro sistemində dizayn olunubdur. Salonda mətbəx və həmçinin salon bir yerədir. Əşyaları göstər zəhmət olmasa qardaş. Evin dizaynına bax. Elhamdülillah, keçək növbəti salona inşallah baxın. Otağa girəndə mənim könlüm açılır. Evin dizaynına baxın. Elhamdülillah, baxın. Tavan və havası çox gözəl təmir olunubdur. Dediyiniz kimi bax, ev kombi sistemdir, hamam kimi. Üstünə yumurtanı qoy, olsun qaynana. Bax, 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 televizor pasakasına qədər. Dediyimiz kimi evdə bütün əşyalar qalacaq. Ay, uşaq nə deyişdi? Ay, kuklaymış hədir. Deməli həmçinin burada nə olacaq? Evdə hər bir şey qalacaq. Plus, kravatın altında nələr yatır bilirsən qardaş? Qazan, qab, cehiz, mehiz, doludur bahalı qazanlar, tavalar, hər bir şey onlar da qalacaq. Getdik qardaş, gəl. Bazar qiymətindən bir aşağı olacaq qiymət, gəl. Bunu digər otaqlı qardaş. Bunlar da qalacaq. Bahalı əşyalar da, həyətdə mebellər görürüz, onlar da qalacaq. Gəl qardaş. Ütü, zat, hayhuylar, oyan bir hər şey qalacaq. Bu da havamı məxsusdur. Bax, yəni bura bir gelib palpala dəyişib eləyib. Ən əsası. Bura qapını düzəldəcək. Bura hamamdır. Qəşəng kapelizat necə lazımdır. Bunu düzəldəcək deyirlər inşallah. Deməli. Burada sanitar qovşağıdır. Bax, özü qara rəngdə. Kiri bildirməyən, xanımlarımızın sevdiyi. Deməli, inşallah gəl getdik qardaş. Deməli, buranın qiyməti 3 hektar yarım torpaqla bütün hər şey qalacaq. Orada dənə qaşıq görmüşəm, qaşıqlara qədər qalacaq. Nəysə. Deməli, buranın qiyməti cəmi 220 min manat. 3 hektar yarım torpaq, balıq gölləri, toyuq baxmaq üçün danı, artizanı, nabesi, meyvə bağları, əşyalar hər bir şeydən bir yerdə 220 min manat. 220 min manat. Təbii ki, qiymətdə reallıq olsa, bir dənə müyekkər, bir dənə maşınla, bir dənə dayı, axsaqqal dayı düşsə, ağabaq ayaqqabılar, biraz alçılmış şalvar geyinirlər. Elə bir dayımız gəlsə, çək qarşı, mən buranı alıram, qardaşınız qəşən bu evdə oturub, çay çörək yeyə, oyan, bir ay, dağılı yer göy. İndirim edəcək inşallah. 220 min manat. Allah malına mülkünüzə bərəkət versin. Esselamu aleyküm və rəhmətullah.